Səmaya. Gedirsən, özün gedəsən. Heç. Deməli, Aynur, vəziyyət bilsən nətər? Sən burada bax bu xətti verilmirsən belə. Yaxşı eləmsən, verilmirsən, amma ki, orada belə deyil. Bu xətt gəlir aşağıya əyri düşəndə mütləq şəkildə bu xətti belə olmalıdır. İmeyni səndə kölgə belə düşür, buradan da düşür aşağıya. Çünki bu xətt axıra qədər belə gedə bilməz. Axı bunun ağırlığı belədir. Bax, bu hissə var. Bu hissənin ağırlığı belədir. Ümumiyyətlə, üçbucağın bir hissəsi xətti belə gedir. Düzdürmü? Bu xətt belə gedəndə bunun kölgəsi artıq kakras belə gedə bilməz. Necə ki, bax, dairədə tutaq ki, burada vermirsən, belə, bu da belə gedə bilməz, belə gedir. Bax, burada verdiyin xət gəlir üçbucaqla, burada verdiyin xət gəlir kölgə ilə birlikdə düşə bilir. Düzdürmü? Çünki bu kölgənin demək olar ki, üst hissəsindən düşmür də, ancaq belə deyim də, buradakı üst hissəsindən düşmür. Ancaq düşür bu hissə, buradan da aşağı hissə düşür. Bax, buradan belə düşdü aşağı hissə. Heç orada o görsənmir. Amma səndə görsənir. Hələ orada səndə biraz hələ daha aralıdır. Amma görsən bu xətt necə görsənir? Mütləq şəkildə hamısı xəttlər bir-birinə paralel oturmalıdır. Özü niyə bu belə getməlidir? Bax, bununla kubun. Ay, Samay, neyirsən? Bax, bu kubun bu xətti ilə. Bu xətt mütləq şəkildə paralel olmalıdır. Plus da eyni ton ola bilməz. Heç vaxt. Niyə? Çünki sənin işığın buradan gələndə, bax, buradan, bu tərəfdən işıq gələndə, işıq gəlir, düşür üçbucağın üstünə, düzdürmü? Bir də nə gəlir? Kubun üstünə düşür də. Və sənin bircə damcıda olsa, bu kubun üzünə düşən işıqlar mütləq şəkildə göstərilməlidir. Sən də bax, buranı göstərmirsən. Buranı göstərməmisən. Bax, indi buranı düzəldirəm. Buranı göstərməmisən. Plus da bu kölgəyə də təsir eləyir. Çünki səndə yumuşaq kölgə var, bir də sərt kölgə var. Sən artıq plastikinlə belə pıt-pıt eləyib, nə etməliydin? Kölgənin bu hissəsini yumuşatmalıydın. Bildin? Bax, bunlar, yəni, bilməlisən də, bu hissələr hamısı öyrənməlisən. Çünki İmeyni bu şeyi siz bütün uşaqlarda hamınızda eyni şey eləyirsiniz, eyni səhvləri eləyirsiniz. İmeyni bu hissələr. Onsuz da bu ikisi də tünd olacaq. Amma buna nisbətən daha tünd olacaq. Bildin? Çünki buradan işıq gəlmir də, işıq buradan gəlir. Avtomatik işıq buradan gələndə kölgə artıq bura düşür. Kölgə düşəndə bu hissələrə fikir vermək lazımdır. Bir də başqa hansı yerlərdə səhvlərim var. Kontur olmaz. Kontur olmaz, kontur yığışdırmalısınız. Siz ancaq işıqla, kölgəni ancaq ştrixlə ayıra bilərsiniz. Konturla yox. Bu yarım